Bu aşıqlar arasında ən çox, belə deyim, ən çox qanarara hansı aşıq gedir? Vallahi aşıq sənəti belədir ki, mən biraz o barədə elə də məlumatlı deyəm. Aşıq sənəti belədir ki, bu elin, xalqın sənətidir də. Üzü haralardan gəlibdir. Aşıq heç vaxt, yəni o iminli danışığa geçsin, bunlar biraz aşıqda elə bilirəm ki, o qədər də önəmli bir şey deyil. Ola bilər, indi yol çıxırsan, tutaq ki, mən bir 500 kilometr yol gedəcəksən, bir məbləğ deyə bilərsən. Ancaq aşıqlıq sənəti belədir ki, aşığı bilirlər ki, məclisə çağırıb, toyuna çağırıb, aşığa nəmər verilməlidir. Aşığa havalar deyəndə kimsə gətir bir nəmər verir. Yəni, bu, mən belə görmüşəm. Elə böyük məbləğdə də mən deyib kiməsə deməmişəm ki, 5.000 ver, 10.000 ver, belə şey. Yaxşı, bax, indi tamaşaçılar baxır, indi toy eləmək istəyənlər də var. Baxırlar ki, Avdi bəyi öz məclislərində görmək istəyirlər. Nə qədər pul verməlidirlər ki, Avdi bəy onların məclisində iştirak eləsin? Vallahi deyəcəksən ki, bu da bir yalan olur. Mən elə də çox, yəni belə o barədə danışan adam deyəm. Təxmini? Təxmini olur ki, deyir, məsəl üçün bir yarım saatlıq, bir saatlıq gəlindən 1.000 manat verər də, ondan o yana nə verəsdir mənə. Yəni, biz özdə gedib canlı oxuyuruq. Neçə dəvələrin olur. Bu da Bakıda ümumiyyətcə toylarımız elədir ki, canlı oxuyursansa elə bir proqramın toylar olur, özünüz məndən yaxşı bilirsiniz ki, hərənin tutaq ki, 1 saat vaxtı var. Olur ki, mən 1 saat sazımı götürdüm, 1 saat çalıb oxuyuram davan dönməzdən. Tərliyirsən, elliyirsən, indi belə götürəndə o 1000 manat böyük də bir şeydir, pul deyib, bu saatki zamanədə.